Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Rusiya prezidentinin xanımı Svetlana Medvedeva Azər İlmə Məhdud Məsuliyyətli Cəmiyyətinin Sehirli İlmələr qalereyasında olublar. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Rusiya prezidentinin xanımı Svetlana Medvedeva Azər İlmə Məhdud Məsuliyyətli Cəmiyyətinin Sehirli İlmələr qalereyasına gəldilər. Qonağa Azərbaycan xalçaları barədə məlumat verildi. Bildirildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim el sənətlərindən biridir. Xalı və xalçalarımız indi də dünyanın bir çox muzeylərinin nadir eksponatlarından sayılır. Əsas məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirmək olan Azər İlmədə rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər çalışır. Müəssisənin bölgələrdə də emalatxanaları var. Bu emalatxanalarda eskizlər əsasında Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid xalçalar toxunur. Naxışların incəliyi və yüksək sıxlığı, tərtibatın orijinallığı və milli koloriti ilə seçilən xalçaların istehsalı prosesi də çox maraqlıdır. Rusiya prezidentinin xanımı xalça toxunması prosesində şəxsən iştirak etdi. Bildirildi ki, burada bütün xalçalar ənənəyə uyğun toxulur. İplər ancaq təbii rənglərlə boyanır, eskizlər yalnız milli naxışlardan götürülür. Sonra Svetlana Medvedeva qədim xalçaların nümayiş olunduğu Sehirli Naxışlar qalereyasında oldu. Qonaq burada nümayiş olunan orijinal kompozisiyalı və əlvan tərtibatlı xalçalarla da tanış oldu. Bildirildi ki, burada yaşı 100 ildən çox olan xalılar da nümayiş etdirilir. Həmçinin qalereyada nümayiş olunan kəlağayı və milli şirniyyatlarımız olan paxlava və şəkərbura da eyni maraq doğurdu. Sonra Svetlana Medvedeva xatirə kitabına ürək sözlərini yazdı. Rusiyanın birinci xanımına hədiyyə təqdim olundu. Qonaq buradan böyük təəssüratla ayrıldı.